Hər kəsə salam. Əlçatan ərzaqlarından hazırlanan salat resepti tapdım və dedim ki, yoxlayım. İlk növbədə qeyd edim ki, əsas ərzaqlar kök və xiyardır. 1 ədəd xiyar, 1 ədəd kök və istəyə görə bir qədər göyərti və limon suyu əlavə edib bir boşqabda qarışdırırsınız. Evdə limon olmadığı üçün mən əlavə etmədim, amma düşünürəm ki, olsa daha da ləzzətli olar. İlk növbədə kök və xiyarı belə formada doğrayırsınız. Daha sonra istəyə görə göyərti və limon əlavə edib qarışdırırsınız və sonra nuş edirsiniz. Onu da qeyd edim ki, çox ləzzətli, çox dadlı bir salat alındı. Və həmçinin bunu da qeyd edim ki, bu bir nəfər üçün nəzərdə tutulmuşdu. Bir kasa həcmində idi və istəsəz istəyə görə ərzaqların miqdarını artırıb daha çoxlu edə bilərsiniz. İndidən hazırlayacaq olanlara nuş olsun. That's so yummy.